Bismillahirrahmanirrahim. Bugün sizlərə idrarla nəcis olmuş bir xalçanı az suyla, yəni istakanda olan bir suyla nə şəkildə paklamaq lazım olduğunu mən əməli bir şəkildə göstərmək istəyirəm. Düzdür, bizim xalçamız balacadır, amma fərq yoxdur, hökm eynidir. Hətta böyük də olsa belə xalça, hökmlər eynidir. Məsələn, fərz edək ki, bizim bu xalçanın müəyyən bir hissəsi, bu hissəsi idrarla nəcis olub. Diqqət edirsiniz, idrarla nəcis olub bura. Biz bunu az su ilə paklamaq istədikdə ilk atacağımız addım bu nəcisin eynini, özünü buradan aradan aparmaqdır. Bir bez vasitəsi ilə, və yaxud da hər hansı bir əşya vasitəsi ilə bu nəcisin eynini buradan aparırıq. Diqqət edirsiniz bu şəkildə. Nəcisin eynini apardıqdan sonra ilk atacağımız addım bu istakanda olan suyu həmin nəcis olmuş yerin üzərinə tökməkdir. Diqqət edirsiniz, bir şəkildə suyu tökürük ki, su həmin yeri tam bir şəkildə əhatə eləsin. Həmin yeri tam bir şəkildə əhatə etdikdən sonra o suyu oradan bir bez vasitəsilə və yaxud da hər hansı bir əşya vasitəsilə oradan təmizləyirik bu şəkildə. Diqqət edirsiniz, suyu tam bir şəkildə çəkirik oradan və suyu oradan çəkib dartdıqdan sonra növbəti dəfə, ikinci dəfə istakanda olan suyu həmin yerə boşaldırıq və su oranı həmin nəcis olmuş yeri tam bir şəkildə əhatə elədikdən sonra növbəti dəfə o suyu oradan çəkirik. Əgər əvvəlcədən istifadə etdiyimiz parça vasitəsilə suyu oradan çəkmək istəyiriksə, bizə lazımdır ki, bu parçanı biz paklayaq, yuyaq, təmizləyək üçün nəcis olur bu parça. Sonra həmin o suyu o parça vasitəsilə oradan cəm edək, yığaq. Yaxud da ki, ayrı bir parça vasitəsilə həmin o suyu oradan nə edirik? Təmizləyirik, quruluyuruq. Bu parçanı həmin o su tökdüyümüz yerə möhkəm sıxırıq ki, orada olan suyu özünə çəksin. Və yaxud da ki, təbii ki, bu artıq pak sayılır. Və yaxud da ki, biz bu şəkildə də edə bilərik. Məsələn, birinci dəfə suyu boşaltdıqdan sonra bir ləyən qoyuruq xalçanın altına. Diqqət edirsiniz bu şəkildə. İlk dəfə suyu tökdükdən sonra həmin xalçanın üzərinə sıxırıq ki, ora tökdüyümüz su nüfuz eləsin bu altında olan ləyənin içinə. Və ikinci dəfə suyu boşaldırıq həmin nəcis olmuş yerə və ikinci dəfə də həmin o su tökdüyümüz suyun üzərinə sıxırıq ki, o su nə olsun, həmin xalçadan çıxıb ləyənin içinə tökülsün. Belə olduğu təqdirdə də həmin yer pak sayılır. Vəssalamu aleykum və rəhmətullah.